Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Qəlblərin islahı barədə, yəni qəlblərin vəsfləri, yəni qəlblərin formaları. Burada hədis gəlir, əvvəldə Nəvvas ibn Səm'əndən, Allah ondan razı olsun, buyurub ki, eşitdim Rasulullah s.a.v. belə deyir. Elə bir qəlb yoxdur ki, Allahın barmaqlarından, Rahmənin barmaqlarının iki barmağı arasında olmuş olmasın. Allah əgər istəsə, onu düzəldir, istəsə onu yəni azdırır, əyir, azdırır. Və Peyğəmbər s.ə.v. belə dua eləyərdi. Ya musəbbitəl qulub, səbbit qulubənə alə dinik. Ey qəlbləri sabit edən, qəlbimizi dinin üzərində sabit et. Və başqa hədisdə gəlir ki, Ümmü Sələmədən gələn hədis, Allah ona razı olsun, deyir ki, Rasulullah s.ə.v. yəni bu duanı çox eləyərdi. Allahümme muqallibel qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit saxla, sabit elə. Və Ümmü Sələmə, Allah ona razı olsun, deyir ki, mən dedim, ey Allahın elçisi, həqiqətən qəlblər çevrilmirmi? Qəlblər çevrilmirmi? Peyğəmbərimiz s.ə.v. cavab verir ki, bəli. Adəm oğlundan elə bir bəşər yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmuş olmasın. İstəsə Allah onu düzəldir, istəsə onu əyir, yəni azdırır. İstəsə onu azdırır. Və Peyğəmbərimiz s.ə.v. davam edərək deyir ki, biz Allahdan istəyirik, Rəbbimiz olan Allahdan istəyirik ki, bizi, qəlbimizi yəni hidayət etdikdən sonra azmaqdan, yəni hidayət etdikdən sonra qəlbimizi yəni azdırmasın. Və Allahdan istəyirik ki, özü tərəfindən bizə bir rəhmət bəxş eləsin. Çünki Allah bəxş edəndir. Və burada buyurur ki, müsəlmana yaraşan, layiq olan şey odur ki, bu duanın üzərində davamlı olması ilə yanaşı, qəlblərin, yəni əyri olan, azmış olan qəlblərin hallarını, onların vəsflərini gərək bilsin. Niyə? Yəni, qəlbin nə qədər xeyrə nail olmasının bilməsi üçün, nə qədər afiyyətə nail olmasını bilməsi üçün və həmçinin Allah Taala'nın onun qəlbini şərdən və fəsaddan salamat saxlamasını bilməsi üçün və buna görə də Allaha təriflər desin deyə, Allaha həmd etsin deyə və Allahdan istəyir daimi afiyyət. İstəyir ki, Allahdan ki, qəlbini qorusun və əyrilikdən, azınlıqdan qorusun. Və deyir ki, xüsusilə də bilmək lazımdır ki, həqiqətən qəlb tez çevriləndir, sürətlə, yəni tez çevriləndir. Miqdad ibn Avs, ondan gələn rəvayət, Allah ondan razı olsun, deyir ki, eşitdim Rasulullah s.a.v. belə buyurur. Adəm oğlunun qəlbi, yəni qaynayan qazandan da daha şiddətli şəkildə çevriləndir. Və başqa hədisdə Əbu Musa Əl-Əşəri, Allah ondan razı olsun, Peyğəmbər s.ə.v.'dən onun dilə belə dediyini rəvayət edir. Peyğəmbərimiz buyurdu ki, həqiqətən qəlb, yəni boşluqda, səhrada olan bir lələk kimidir. Külək onu o yan bu yana çevirir.
o yana çevirir. Ve burada şey deyir ki, o da neye görədir? O da qəlblərə baş verən o fitnənin təsirinə görədir. Fitnələrin şiddətli təsirinə görədir belə olması. Və deyir, Allah Teala zikr edib qəlblərin bir neçə vəsiflərini, bir neçə formalarını necə olur? Yəni xəstə qəlblərin bir neçə formalarını Allah Teala zikr edib, öz kitabında zikr edib və bununla da Allah Teala bizi çəkindirir və xəbərdar edir. O halları düşünmək üçün Allah Teala bizi xəbərdar edir. Və bu vəsiflərdən birisi də deyək, kör olma, qəlbin kör olması. Allah Teala buyurur ki, həqiqətən gözlər kör olmaz, lakin sinələrdə olan qəlblər kör olar. Və mənası da odur ki, yəni qəlb elədir ki, onun körlüğü böyükdür. Və əsl olan da budur. Və o elə bir körlükdür ki, insanın dininə zərər vuran bir körlükdür. Çünki o körlük səbəbi ilə yəni qəlb haqqı görmür və onu müşahidə edə bacarmır. Necə ki, gözlər gördüyü şeyləri görə bilmədiyi kimi. Və deyir, burada olan, ayədə olan məqsəd o deyil ki, yəni hissi gözlərin görməsinin inkar olması deyil. Çünki Allah Teala deyir ki, yəni köra günah yoxdur. Yəni bu baş gözündə olan körlüğe, yəni gözündə kör olana yəni günah yoxdur. Yəni məqsəd burada o ayədə olan deyil, qəsd, məqsəd, Allahın muradı o deyil. Burada olan körlükdən məqsəd deyir ki, tam olan körlükdür. Həqiqətdə qəlbin kör olmasıdır. Çünki tam olan körlük həqiqətdə qəlbin kör olmasıdır. Həqiqətən də yəni tam olan körlük yəni belə körlükdür. Yəni qəlbin kör olması. Yəni bu cür körlüğün inkarı, yəni qəlbdə olan körlüğün inkarı, yəni düzgün körlüğün inkarı sayılır. Çünki Peyğəmbər Şeyh burada misal gətirir, deyir ki, Peyğəmbər s.ə.v-dən hədis gətirir, deyir ki, misal olaraq, deyir ki, yəni faiz nisiyədədir. Faiz nisiyədədir. Qızıldır, gümüş gün bu şeylərdə olan, onlara aid olan bir hədisdir. Yəni o şeylərdə yəni faiz, ribanın olma səbəbi onun nisiyə olması ilə olur. Yəni nisiyə olması ilə yəni faiz hasil olur. Və həmçinin buna misal olaraq işin həqiqətinin bilinməsinə görə, yəni bu hədislər şeyh burada misal gətirir. İşin həqiqətinin bilinməsini barədə olan misallardır. Və başqa hədis gətirir, deyir ki, yəni şiddətli olan o deyil ki, yəni həmişə güləşdə yəni qalib gələn deyil şiddətli olan. Deyir ki, şiddətli olan odur ki, öz nəfsinə qəzəbləndiyi vaxt sahib ola biləndir. Və orada şeyh yenə buyurur, yəni ayəyə müvafiq olaraq deyir ki, yəni gözlər kör olmaz, lakin qəlblərdə, sinələrdə olan qəlblər, yəni sinələrdə olan qəlblər kör olar. Və həmçinin xəstə qəlbin vəsiflərindən birisini də burada gətirir, buna aid ayə gətirir. Deyir ki, əm alə qulubin əxfəluhə, yoxsa onların qəlblərində qıfıl vardır, qıfıl vurulub. Yəni, onların qəlbləri qıfıllıdırmı? Yəni, onların qəlbləri qıfıllıdır, yəni, onlar elə bir qəlblərdir ki, yəni qapanmış formadadır və ora mənalar girmir. Ora mənalar girmir. Və elə bir qəlblərdir ki,
o qəlblər içərisində olan şərlə birlikdə, yəni bağlanıb, qıfıllanıb. Ora deyir, xeyir girmir heç vaxt. Necə ki, Şeyx burada misal çəkir, Şeyx deyir ki, bu sanki qəlb, yəni işlənməyən qapı kimidir. Yəni istifadə olunmayan bir qapı kimidir, hansı ki ona artıq qıfıl vurulub. Və nə qədər ki qıfıl açılmır, oradan qıfıl açılmır, yəni qapını açmaq mümkün deyil və içəri daxil olmaq da mümkün deyil. Və eləcə də yəni qəlbdə olan o möhür, qıfıl nə qədər ki oradan qalxmır, qəlbdən qalxmır, orada iman girmir. Allah qorusun. Və həmçinin Şeyx burada buyurur, xəstə qəlbin vəsiflərindən, formalarından deyir ki, yəni möhürlənmiş qəlb. Bu barədə ayə gətirirdi ki, Xatamallahu alə qulubihim, Allah onların qəlblərinə möhür vurdu. Və başqa ayə gətirirdi, tabi Allahu alə qulubihim, Allah təala. Bu ayə də qəlblərin möhürləməsi barədədir. Və qəlbin möhürlənməsi də elə bir şeydir ki, qəlb möhürlənəndə, yəni bu möhürlənmə qəlbin, Allah qorusun, səciyyəsinə çevrilir və onun təbiətinə çevrilir. Və o da elə bir təsirdir ki, qəlbdən ayrılmır. Və daim o qəlblə olur. Və həmçinin xəstə qəlbin formalarından gətirir ki, yenə ayə gətirir bu barədə, deyir ki, وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوا وَفِي آذَانِهِمْ وَقْرًا وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا. Biz onların qəlblərinin üzərinə örtülər, pərdələr çəkdik ki, onu anlamırlar. Onların qulaqlarında da karlıq var. Onlar deyir, bütün ayələri belə görsələr, iman gətirməzlər ona. Və başqa ayə gətirir, Şeyx deyir ki, وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً. Biz onların qəlblərinə örtülər etdik, qəlblərin üzərinə örtülər çəkdik, pərdələr çəkdik ki, onu anlamırlar. Və onların qulaqlarında karlıq var. وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ. Deyir ki, Quranda Rəbbini zikr etdiyin zaman, vahdahu tək olan Rəbbini zikr etdiyin zaman, وَلَّوْ عَلَى أَدْبَارِهِمْ نُفُورًا. Onlar arxa çevirərək qaçarlar. Və başqa ayədə Allah da deyir ki, biz onların qəlblərinə, yəni möhür vurduq, pərdələr çəkdik, onu anlamırlar. Və onların qulaqlarında karlıq var. وَاِنْ تَدْعُهُمْ اِلَى الْهُدَى. Sən onları hidayətə çağırsan da, فَلَنْ يَهْتَدُوا اِذَنْ əbədə. Yəni elə isə heç vaxtı onlar hidayətə gəlməyəcəklər. Və onlar Peyğəmbərin s.ə.v-in yəni İslam'a dəvət etdiyi o kafirlər belə bir ki, bu demələri ilə özlərini etiraf edirlər, özlərində olan halı və deyirdilər ki, Allah Teala onların haqqında, onların dediyi şeylər barədə buyururdu ki, قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَ إِلَيْهِ. Qəlbimiz, yəni qapanmışdı, yəni pərdələr, yəni qapanıb qəlbimiz, yəni örtülər içərisindədir, pərdələr içərisindədir, sənin bizi çağırdığın şeyə görə. Və həmçinin deyirlər ki, qulaqlarımızda da karlıq var və bizlə sənin aranda hicab var, yəni örtü var. Fəəməl innənə amilun. Sən əməl et, biz də əməl edəsiyik. Yəni onlar da öz olduqları, getdikləri yollarını, yəni əməl edəsiyik deyə Peyğəmbərimiz s.ə.v belə cavab verdilər. İndi burada Şeyx deyir ki, siz xatırlayın, qəlbin qapalı olması nədir? Qəlbin qapalı olması belə ərəb dilində əkinnə deyilir ona. Əkinnətun, yəni qulaqların qapalı olması barədə yəni gələn odur ki, vaqf, yəni karlıq və gözlərdə olan örtü, gözlərin qapanması, o da hicab,
Yəni bir maniyanın olması. Və şeyh burada deyir ki, məna odur ki, onların deməsi, biz sənin sözlərini başa düşmürük və səni eşitmirik və səni görmürük. Və məna odur ki, həqiqətən biz sənin qəbul etməyi tərk eləmişik. Bu işdə, yəni o adam kimiyik ki, onu nə başa düşmür, nə də onun dediyini, yəni onun dediyini başa düşmür, yəni sənin dediyini o adam başa düşmür və səni görmür. İbn Abbas, Allah ondan razı olsun, buyurdu ki, bu ayə barədir ki, qulubuna fi əkinnətin, qəlblərimiz, yəni pərdələr, yəni qapalıdır, pərdələr içərisindədir. Mitrul kinən, elə ki, ox qabı kimi. Hansı ki, ox qabın içərisində oxlar olan kimi. Ox qabıdır, içərisində də oxlar var. Mücahid, rahiməhullah, bu da belə deyib. Deyir ki, yəni ox qabı kimi də. Muqatil, o da buyurdu ki, onların üzərində örtü vardır. Yəni, sənin dediyini anlamırıq. Sanki o kafirlər Peyğəmbərimiz s.ə.v belə cavab verirlər. Peyğəmbərimiz onları dinə, yəni İslam'a çağırdıqları, imana çağırdığı zaman. Və şeyh burada yenə gətirir, onun salamat olmayan xəstə qəlbin formalarından, vəsiflərindən yenə gətirir. Başqa ayədir ki, وَعَرَضْنَا جَهَنَّمِ يَوْمَئِذٍ لِلْكَافِرِينَ عَرْضًا, biz cəhənnəmi qiyamət günü, yəni kafirlər üçün göstərəsiyik, yəni ərz edəcəyik. اَلَّذِينَ كَانَتْ أَعْلُمْ فِي غِطَاءٍ, o kəslər ki, onların gözləri qapalıdır, bizi zikr etməkdən qapalıdır və onlar eşidə bacarmırlar. Və şeyh burada deyir ki, bu iki mənanın içərisində əhatə edir. Birincisi odur ki, onların gözlərinin qapalı olması Allahı zikr etməkdən qapalıdır. Allahı zikr etməyə aid olan şeylər, Allah Taala'nın ayələri və Allahın tək olmasına dəlalət edən şeylər, Allahın tövhidinə dəlalət edən şeylər və Allahın qüdrət nişanələri. Sanki onlar bunları görmürlər. Və ikinci məna da odur ki, onların qəlbləri, əyn qulubihim, qəlblərinin gözləri, yəni qapalıdır. Yəni Qur'anı başa düşməkdən qapalıdır. Və Qur'anı anlamaqdan, tədəbbür etməkdən və həmçinin Qur'anla hidayət tapmaqdan, yəni bu məsələdən, yəni bu şeylərə qarşı qapalıdır. Deyir ki, bu qəlb üçün əvvəlcə olan bir örtüdür. Əvvəlcə bu şey qəlbdə olur. Sonra deyir ki, bu insanın gözünə sirayət edir. Yəni gözə çıxır bunun təsiri. Və sonra xəstə qəlbin formalarından birisində yenə şeyh burada ayə gətirir. Şeyh deyir ki, qəlblərimiz qapalıdır. Və qalu qulubuna gulf bəllə'nu. Onlar deyirlər ki, qəlblərimiz qapalıdır. Allah da cavab olaraq deyir ki, xeyr, əksinə Allah onları lənətlədi, onların etdikləri küfrə görə və qalilən mə yu'minun, onlar yəni az bir qismə iman gətirirlər, yəni imana, yəni tam olaraq iman gətirmirlər, az iman gətirirlər, iman gətirdiyi şeylər azdır, yəni tam olaraq iman gətirmirlər. Və sonra başqa ayədə Allah Teala deyir ki, فَمَّا نَقْدِهِمْ مِيثَاقَهُمْ, yəni onların bu hala düşmələrinin səbəbi onların yəni əhdi pozmalarına görə və küfrihim bi ayatillah, Allah Taala'nın ayələrinə küfr etmələrinə görə və peyğəmbərləri haqsız yerə öldürməklərinə görə və onların qəlblərimiz qapalıdır sözlərinə demələrinə görədir. Allah Taala ardınca deyir ki, əksinə Allah onların qəlblərinə möhür vurmuşdur. Yəni səbəb budur, onların küfr etdiklərinə görə və iman gətirmədiklərinə görə. Fələ yu'minuna illə qalilə, onlar az iman gətirirlər. Yəni tam olaraq iman gətirmirlər. Yəni onların qəlbləri anlamır, başa düşmür sənin dediyini. İbn Abbas radiyallahu anh deyir ki,
ve Katade, o mücahid deyirlər ki, onların qəlblərində örtü vardır. Onlar sanki bir qabın içərisindəki kimi. Qablar içərisindədir. Nə anlamırlar, nə başa düşmürlər. Anlamırlar, başa düşmürlər sənin dediyini. Və şeyh burada deyir ki, sanki onlar da iddia edirlər ki, özlərin qəlbləri belə, yəni qapalı yaradılıb. Qapalı formada yaradılıb. Belə özlərinə sanki üzür gətirmək istədilər. Onlar bu məsələdə özlərinin üzürlü olduqlarını dedilər, imanlarının olmamalarına görə. Allah Teala onların bu sözlərini yalan çıxartdı, yalanlayarak dedi ki, Bəl Allahu aleyhə bi kufrihim. Allah Teala onların qəlblərinə, onlarda olan küfrə görə mühür vurub. Səbəb odur. Və başqa ayədə Allah Teala deyir ki, Bəl la'nəhullah bi kufrihim. Allah Teala əksinə onları etdikləri küfrə görə lənətlədi. Burada deyir ki, Allah xəbər verir ki, həqiqətən onların qəlblərində olan o mühür və onların müvəffəq olmaqdan və fəzilətdən uzaqlaşmaları, yəni yalnız onlarda olan o küfrə görədir, o səbəbdəndir. Hansı ki, onlar o küfrü üstün tutdular, o küfrü seçdilər özləri üçün və o küfrü imandan üstün tutdular. Və Allah Teala da buna görə onlara aqibət, pis aqibət olaraq etdiyi pis əməllərinə görə pis aqibət olaraq pis etdiyi əməllərin aqibəti olaraq onların qəlblərinin mühürləməsi oldu. Və Allah Teala onlara demək istəyir ki, biz onların qəlblərini belə örtüdə yaratmamışıq ki, onların qəlbləri başa düşməsin, anlamasın və sonra da biz onları imana əmr edək. Yəni belə bir şey mümkün olan şey deyil. وَهُمْ لَا يَفْهَمُونَهَا və onlar deyə o imanı sonra başa düşməsinlər və onu anlamasınlar. Yəni belə bir şey ola bilməz. Allah da demək istəyir ki, biz onların qəlblərini elə yaratmamışıq. Əksinə, onlar elə bir əməllər işlədilər ki, onların etdikləri o pis əməllərin aqibəti o oldu ki, onların etdikləri əməllərə görə onların qəlblərinin üzərinə mühür vuruldu. Allah Teala qəlbimizi dini üzərində sabit eləsin. Kitab, sünnə və sahabələrin getdiyi yol üzərində Allah Teala qəlbimizi sabit etsin və ömrümüzün sonuna qədər. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ent, estağfiruka və atubu ileyk.